Salam, Vaşinqtondan Amerikanın Səsinin studiyasından Showbiz xəbərlərini izləyirsiniz. Bugünkü verilişimizdə məşhurların həyatı və artist filmi haqqında danışacağıq. Kardashian ailəsi şirkətlərində uşaqları qul kimi işlətməkdə ittiham edilib. Kardashianlar ailəsi Showdazzle adlı şirkətlərində uşaqları az məvacibə uzun saatlar işlətməklə əlaqədar ittihamlara cavab veriblər. Star Magazine jurnalında çıxan Kardashian Sweet Shop Scandal başlıqlı məqaləsindən məlum olur ki, Qlobal Əmək Təşkilatı və İnsan Haqları qrupu reality televiziya ulduzunun ailəsinə rəsmən müraciət edərək ailəni qul işçi qüvvəsindən mənfəətlənməməyə çağırıb. Jurnal təşkilatın rəhbərinə istinadən yazıb ki, Kardashian ailəsi çox pis adamlarla iş birliyi görür. Lakin sonra o, TMZ-yə heç vaxt Çində olmadığını və ehtimalların yalnız illər uzunu sürən təhqiqatlara əsaslandığını deyib. Kim Kardashianın anası Kris Jenner və onun istehsal şirkəti şirkətdə uşaqların qul kimi işlədilməsini təksib edib və deyib ki, onların şirkətdə bu kimi hallara nəzarət edən adamları var. Film səssiz filmlərin dəbdən düşdüyü və onların səsli filmlərlə əvəz edildiyi dövrdə Hollywoodda baş verən hadisələr haqqındadır. Gəlin baxaq. Səssiz filmlərdə çəkilən George Valentin 1920-ci illərin Hollywood ulduzu idi. Onun iti də Amerikada çox sevilərdi. O vaxtlar çox sayda pərəstişkarı onunla yaxınlıq etmək istəyərdi. Onlardan biri də Peppy Miller adlı bir gənc qız idi ki, aktyorla bəzi məclislərdə görüşərdi. Valentinin filmlərindən birində rəqqasə kimi çıxışından sonra Peppy tanınmağa başladı. Səsli filmlərin meydana çıxması isə Peppini daha da məşhurlaşdırdı. Təəssüflər olsun ki, yeni texnologiya George Valentinin həyatını tam dəyişdi. Səsinin olmaması səbəbindən onun yerinə səhnə arxasından səs çıxarılırdı. Beləliklə, Valentinin pərəstişkarları ona yox, onun həyat yoldaşına üst tutdular. Fransa rejissoru artist filminin məhəbbət hekayəsi və şöhrətin gətirdiyi dərd-bəla haqda olduğunu deyir. Başlıca məqsəd isə film vasitəsilə 1920-30-cu illər Hollywood həyatı ilə tanışlıqdır. Filmdə mən Amerikanın ruhunu nümayiş etdirməyə çalışırdım. Çünki hadisələr burada, Hollywoodda baş verib və mən buradakı həyatı göstərməklə yanaşı insanları düşündürməyə çalışırdım. Rejissor filmdə məhəbbət, sədaqət və hiddəti nümayiş etdirib. Filmdə George Valentin obrazını fransız aktyoru Jean Dujardin, onun həyat yoldaşı Peppy rolunu isə Berenice Bejo ifa edir. Valentin şöhrətdən düşdükcə Miller ulduza çevrilir. Dujardin müəyyən mənada xudbin, amma şərəfli Valentin obrazını canlandırır. Qüruru onu yardım diləməkdən saxlayır. Dujardin köhnə Hollywood artistlərinin ona ruh verdiyini deyir. Douglas Fairbanks. Mən onun ifasında çox filmə baxmışam. Gene Kelly məni gülümsəməsi və enerjisi ilə Victoria Gassman fiziki, Clark Gable isə bığları ilə özlərinə cəlb edirlər. Clark Gable for his mustache. Peppy Miller kimi gülümsər və füsunkar aktrisa Berenice Bejo həyatda rejissor Michelle Hazanaviksun xanımıdır. Ulduz Peppy Miller Valentinə aşıqdır və onun düşməsi Peppy'yə əzab verir. Peppy onu yenidən öz mövqeyinə qaytarmağa çalışır və nəhayət onun həyatını xilas edir. Artist filmi artıq 6 dəfə Qızıl Globus mükafatına layiq görülüb. Onun Oscar mükafatına da nominasiya ediləcəyi gözlənilir. Vaşinqtondan Nərminə Cəlalqızı, Amerikanın səsi. Bununla da Vaşinqtondan verilişimiz başa çatır. Siz isə Amerikanın səsini həmişə olduğu kimi www.amerikanınsəsi.org-da izləməyə davam edin.